Salam uşaqlar. Bugün keçirilən OTK sınavında paylaşdığım videonun altından rəylər gəlib bəzi suallar haqqında. Onlar haqqında geniş izah eləmək istəyirəm. Başlayaq uşaqlar. Məsələn, ən çox rəy gələn sual 44-cü sualdır. Deməli, 44-cü sualda bizə nə deyir? D yerin süni pekin dairəvi orbitin radiusunu 2 dəfə artırdıqda onun mərkəzə qaçma təcili necə dəyişər uşaqlar? Əslində burada texniki bir səhv olub. Mən məsələni izah eləyəndə sualın izah eləmişəm. Sadəcə variantı götürəndə səhv götürmüşəm. Baxın uşaqlar, süni peçlərdə təcili götürəndə mərkəzə qaçma təcili ilə burada sərbəst hükmə təcili. Sərbəst hükmə təcilində düsturu G m bölək R kvadratıdır uşaqlar. Radiusuna necə asıldı uşaqlar? Kvadratik tərs asıldı. Radiusu 2 dəfə artırırsınızsa, təcil neçə dəfə azalacaq? 4 dəfə azalacaq. Deməli, onda cavab A variantı olacaq. Bu texniki bir səhvdir. Bildirdiyi üçün də çox sağ olun, təşəkkürlər. Suallarda mexaniki səhv olanda və yaxud da səhv olanda mütləq bildirin. Təşəkkür edirəm buna görə. Sonra 47-ci suala baxaq. Uşaqlar, 47-ci sualda bizə deyir, cisimə bir qüvvə təsir eləyərsə. Burada əslində biz ağırlıq qüvvəsi və yaxud da reaksiya qüvvəsi və başqa bir qüvvə konkret deyə bilmərik. Çünki sualın şərtində bizə deməyib yalnız cisimə ağırlıq qüvvəsi təsir göstərir və yaxud da hər hansı bir qüvvə. Sadəcə mən orada məsələni həll eləyəndə şəkil üzərində göstərmək üçün o qüvvəni göstərdim sizə. Yadınızda qalsın ki, cisimə bir qüvvə təsir eləyirsə, yəni başqa bir qüvvə yoxdursa, yalnız bir dənə qüvvə təsir eləyirsə, cisim təcilli hərəkət eləyəcək. Çünki cisimə bir qüvvə təsir eləyəndə əvəzləyici qüvvə elə həmin o qüvvəyə bərabərdir. Deməli, əvəzləyici qüvvə burada nədir? Sıfırdan fərqlidir. Əvəzləyici qüvvə sıfırdan fərqlidirsə, təcil də nə olacaq uşaqlar? Sıfırdan fərqli olacaq. Deməli, cisim mütləq necə hərəkət eləyəcək? Təcilli hərəkət eləyəcək. Təcilli hərəkətdə uşaqlar dəyişən sürətli hərəkətdir. Ona görə 1 və 2 olacaq. Cavab B variantı. Yəni biz burada deyənmərik, cisim düz xəttli bərabər sürətlə hərəkət edir. Cisim o vaxt düz xəttli bərabər sürətlə hərəkət edər və ya sükunətdə qalar ki, cisimə təsir edən əvəzləyici qüvvə 0 olar. Amma cisimə bir qüvvə təsir edirsə, əvəzləyici qüvvə mütləq sıfırdan nədir? Fərqlidir. Bunu demək olmaz. Ona görə cavab 1-2-dir. Sonra uşaqlar 32-ci suala baxaq. Deməli, 32-də bizə nə deyir uşaqlar? Deyir ki, üfüqi yolda 10 metr/saniyə sürətlə hərəkət edən avtomobilin tormozlanaraq bərabər yavaşlayan hərəkət edir. Tormoz yolunun düsturu uşaqlar V0 kvadratı bölək 2A-dır. Bu tormozlanma yolu deyəndə nə başa düşürük? Bax, cisim buradan bir V0 sürətlə hərəkət edir. Yalnız sürtünmə qüvvəsi təsir edirsə, bu yavaşlayan hərəkət edir. Əvəzləyici qüvvə sürtünmə qüvvəsi istiqamətində olur və təcildə bu istiqamətdə olur. Yavaşlayan bir müddətdən sonra nə edəcək? Cisim dayanacaqdır. Həmin bu dayanana qədər getdiyi məsafəyə tormoz yolu deyirlər. Baxın, buradan bura qədər olan məsafə tormoz yoludur. Yavaşlayan hərəkətin düsturu V0 kvadrat çıxaq V kvadratı bölək 2A-dır uşaqlar. Buradan V-yə atırıq. 0-dır, qalır nə? V0 kvadratı bölək 2A. A-nın yerinə müj yazırıq. Bunun səbəbi odur ki, uşaqlar, əvəzləyici qüvvə F-ə bərabərdir. Axı, M-ə bərabərdir, müj yazıram mən burada. Müj mj. Bu müjlə M-lər ixtisar gedir. Nə qalır? Müj. Ona görə 2 müj olur uşaqlar. Orada mexaniki bir səhvlik olub 2 yazmamışam. V0-ımız 10'dur. 10'un kvadratı bölünsün 2 vurulsun müj. Vurulsun J-imiz də 10'dur uşaqlar. Buradan da alırıq ki, onda S tormuz bərabərdir. 100 bölünsün uşaqlar 20 müyə. Buradan müyünü tapsaq, müyü bərabərdir uşaqlar 100 bölünsün 20 S tormuz. Tormuz yolu neçədir? 25 uşaqlar. 100 bölünsün 20 vurulsun 25. Bu da eləyəcək 0,2. Cavab C variantı olur. D variantı yox. Sonra deməli 31-ə baxaq. 31-də nə deyir bizə? Sükunətdə olan vaqon tavandan asılan lampa şaquli vəziyyətdədir. Bax, bu bizim vaqondur. Durubdur uşaqlar. Buradan bir dənə lampa asmışıq. Bu lampadır. Vaqon sükunətdə dayanıbdır. Vaqonumuz durubdur və bərabər 0-dır. Vaqon yeniləşən hərəkət eləyəndə, misal üçün, sağa doğru hərəkət eləyir. Bu istiqamətdə sürətini artırır. İndi bunun yeniləşən hərəkət eləməsi üçün buna təsir edən xarici qüvvə olmalıdır sağa doğru.
Bəs bu cisimə təsir edən xarici qüvvə o da sağa doğru olur. Ətalətlik hər zaman xarici qüvvəyə göstərilən bir müqavimətdir. Xarici qüvvə sağadsa, ətalətlik qüvvə sayın olacaq, sola doğru olacaq. Bu cisim ətalətlik qüvvəsinin hesabına sola doğru hərəkət edəcək. Yəni hərəkətin əksinə yönələcək. Yeyinləşən hərəkətlərdə cisim həmin o hərəkətin əksinə yönəlir uşaqlar. İndi burada bəziləri deyib ki, rəqsi hərəkət eləyər. Uşaqlar yeyinləşib sonra bərabər sürətli hərəkət eləyir desəydi, gedib bu yana gedib təzədən qayıdardı geri. Bu demir ki, bizə vaqon yeyinləşən hərəkət edir, sonra başladı bərabər sürətlə hərəkət etməyə. Belə bir söz işlətməyib. Ona görə hərəkət istiqamətin əksinə belə deyək, əyiləcək bu cisimimiz. Ona görə də Y variantı qəbul götürürük. Sonra uşaqlar deməli 32, 44, 36-ya baxaq. 32-yə baxdıq. Sonra 36-cı suala baxaq uşaqlar. 36-da bizə nə deyir? Deyir ki, 40 qram kütləli cisim ipdən asılmışdır. Bax, bu bizim ipdir uşaqlar. Buradan 40 qramlıq bir cisim asmışıq. M bərabərdir 40 qramdır. 40 qram neçə kiloqramdır uşaqlar? 0,4 kiloqramdır. Buna aşağı doğru dartan mg ağırlıq qüvvəsidir. Mg bunu aşağı doğru dartır. O da olur uşaqlar 0,4 vuraq 10. Bu olacaq 0,4 Newton. Yuxarı dartan qüvvə gərilmə qüvvəsidir. Onda T bərabərdir uşaqlar nəyə burada? Mg-yə. Elə ağırlıq qüvvəsinə. Gərilmə qüvvəsində neçə olacaq? 0,4 Newton. Ağırlıq qüvvəsində neçə olacaq? 0,4 Newton. Deməli, cavab C variantı olacaq. Sonra uşaqlar, burada başqa 31-ə baxdıq, 32-yə baxdıq. Deməli, 44-cü suala da baxdıq. Sonra 36-ya uşaqlar baxdıq, 36-ya baxdıq. Bir də 47-yə baxdıq. Olur uşaqlar bəzən mexaniki səhvlər, texniki səhvlər. Bunu mütləq rəylərdə bildirin. Səhvlər olanda rəylərdə öz fikrinizi deyin. Mən də o sual haqqında təzədən baxıb geniş ətraflı izah eləməyə çalışacağam. Sağ olun uşaqlar. Fikirlərinizi bildirdiyiniz üçün təşəkkürlər.